Sumqayıtlıların çoxdan gözlədiyi an artıq gəldi, çatdı. Belə ki, bir müddət öncə Respublikanın bir çox ərazilərində olduğu kimi intensiv yağan yağışlardan sonra Sumqayıtın da bəzi hissələrində yollarda çökmələr baş vermişdi. Həmin çökmələr Sumqayıt Su Kanal İdarəsinin əməkdaşları tərəfindən aradan qaldırıldı, kanalizasiya xəttləri bərpa olundu. Hazırda isə Koroğlu prospektinin köməkçi hissəsində asfaltlanma işlərinə başlanılıb. İşlər gün ərzində yekunlaşacaq. Digər bir şad xəbər isə artıq yaxın günlərdə Çerkassi küçəsində də asfaltlanma işlərinə başlanılacaq. Həmin ərazidir ki, artıq aprel ayından bəri həmin yol bağlanır. Çünki böyük bir ərazidir, kanalizasiya xəttləri yeniləndi. Onu da qeyd edim ki, həmin yolda da çökmə baş vermişdi. Sumqayıt Şəriklər Hakimiyyəti rəhbərliyinin tapşırığına uyğun olaraq artıq bir neçə gündən sonra, bəlkə də sabah həmin ərazi asfaltlanacaq. Bu da sakinlərə şərh.